Bilirsiniz, bu dünyada hiç kes daimi değil. Bu dünyaya gelen her bir adam bu dünyadan gidecektir. Ancak xoşbaxt o kəsdir ki, dünyada iz koyur, büyük iz koyur. Müstəqilliyi əldə etmək asan değil, onu saxlamaq daha da çətindir. Ama biz bu yolla gedirik, biz bu yolla gedəcəyik, biz bu mübarizəni aparırıq, bu mübarizəni aparacağıq. Benim özüm de, benim evlatlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırım. Müstəqil Azərbaycan devletinin özünü korumak için, xalqını korumak için gücü var ve buna arxayın ola bilərsiniz. Ve ne kadar ki Azərbaycanda Heydər Əliyev var, Azərbaycanın müstəqilliyi de var. Ama Heydər Əliyev de çok olacak, arxayın olun. Benim ürəyim Azərbaycanla, gecəm də Azərbaycanla oldu, gündüzüm də. Ne mal, ne devler, ne pul, bunlar hamısı dünyada geldiği yerler şeylerdir. İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyat üçün yaşayan insan da əbədi olacaqdır.